Herkese salam, kanalıma hoş geldiniz. Aparıcı Vüsalə Əlizadə açıklaması ilə diqqət çəkib. Akşam.az xəbər verir ki, o verilişində qız atalarına səslənib. Bütün qızlar atalarının şah əsəridirmi? Kaş bütün atalar bunu ətraflı düşünəm. Kaş bütün atalar dərk edə ki, arxada qız evladı adı altında böyüyən parçam var. Kaş hər kəsin qüruru biraz incinəm. Təəssüf. Allah qorusun qız evladını, canı qədər qoruyan ataları deyə Vüsalə əlavə edib. Qeyd edək ki, Vüsalə Əlizadə aparıcı Azər Zahidlə ailəli olub. Onun bu nikahdan Dilək adlı qız evladı var.